Şairə və Xına Məclisinin təşkilatçısı Nazilə Səfərli efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib. O, toy məclisindəki mövqeyindən və özünü niyə brend adlandırdığından danışıb. Nazilə bildirib ki, məclisdə əsas fiqur gəlin olmalıdır və o heç vaxt gəlinin kölgədə qalmasına səbəb olmaq istəmir. Fərqindəyəm ki, toyda gəlin mən deyiləm. Mən ora xeyir-dua verməyə, gözəl söz deməyə haqqı çatan Azərbaycan qadınıyam. Məclisdə gəlindən gözəl görünməməliyəm. Onu ruhdan salmamalıyam. Şairə vurğulayıb ki, toy və xına gecələrinə aparıcı kimi deyil, ailənin bir üzvü kimi qatılır. Həmin gecədə ailədən biri kimi olmalıyam. Mən hansısa paltarı reklam etmək, bədənimi göstərmək üçün getmirəm. Paltarlarımı hər kəs görə bilər. Mən o evin anası, bacısı, bibisi, xalası kimiyəm. Ora yad deyiləm ki, kimsə ərini məndən gizlətsin. Onun mən brendəm sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Nazilənin yanaşmasını dəstəkləyərək bunu bəyin digərləri bəyənib, digərləri isə fikirlərə fərqli prizmadan yanaşıblar. Qeyd edək ki, Nazilə Səfərli uzun illərdir Xına Məclisinin aparıcılığı və təşkilatçılığı ilə məşğuldur və bu sahədə tanınan simalardan hesab olunur.